Fəzail Ağamalı partiya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini təsdiqləyiblər. Qurultayda Fəzail Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata, oğul bir-birindən uzaqlaşdırılıb. Vətəndaş mövqeyinə Rayət İmam Əliyev. Bunun adı biabırçılıqdır. Qısacası Fəzail Ağamalgildə vəziyyət çox ağlamalıdır. Bilirsinizmi, mən öz puluma heyfsilənirəm. Mən muzlu əmək vergisi verirəm, sosial fonda pul ödəyirəm, mənim pulumu da aparıb verirlər. Bu partiyanın gələcək sədri deputat Günay Ağamalıya maaş. Niyə? Ümumiyyətlə, Ana Vətən Partiyasının siyasi həyatımızda, dövlətçilik strategiyasında hər hansı bir xidməti varmı? Hansı amillə ön planda olub? Bu partiya hardan maliyyələşir? Ömür boyu iqtidar yönlü partiya olub. İnsafən, mən oxuduğum Bakı Dövlət Universitetində Fəzail müəllim yaxşı müəllim olub. Obyektiv, dürüst müəllim olub. Amma bu adama vaxtında deyilsəydi ki, səndən siyasətçi olmaz, bu siyasəti avara eləmə, məncə o səhvini başa düşərdi. Elçibəy onun müəllimi olub, sonra müəllimini bəyənməyib. Hətta Elçibəy ayinəsində də dedi ki, mənim vaxtımda məni dəstəkləyib, Surət Hüseynov qiyam edən vaxt onunla görüşüb, Heydər Əliyev hakimiyyətə gələndə onu dəstəkləyib, Ramiz Mehdiyevə bəlağətli məktublar yazıb, sonra çıxarılandan sonra tənqidə başlayıb. Yəni qısacası adamın öz siyasi strategiyası olmuyor. Qurultaya baxıram, partiyada heç yetəri sayda üzv də yoxdur. Cəmaatı niyə avar edirsiniz ki, aparın, köçürün bu üzvləri yapa, əgər həqiqətən iqtidar yönlüsünüzsə. Yoxsa bu nədir? Ailə partiyası. Ata oğulla qırır bir-birini, qardaş bacıya qarşı mübarizə aparır, ata oğulu qovur, qardaş bacısına küsür. Belə partiya mı olar? Əslində bu partiya qurultayı olmadı. Fəzail müəllimin bir ata faciəsi oldu. Hər bir partiya lideri partiyasını yaradanda əsas hədəfi hakimiyyətə gəlib hökumətdə təmsil olunmaqdır. Təsəvvür edin, İraq bu partiya hakimiyyətə gəlib və onda Azərbaycanın düşdüyü durumu təsəvvür edirsinizmi? Bir ailədə ata hökmü yoxsa, ailədə heç kimi eşitmirsə, bu ölkə idarə etməsi nə gündə olacaqdır? Vallah, billah, Allahın bu Azərbaycan xalqına yazığı gəlib. Bizim üzümüzə baxıb. O vaxt prezidentliyə namizədlər haqqında demişdim ki, bunlardan biri təsadüfən prezident seçkilərində qalib gəlsə, qorxudan gecə ikən ürəkləri partlayar. Fəzail Ağamalı da elə siyasətçidir. Molla Nəsrəddini deyir ölkəyə qazı seçirlər. İki bir-birindən şikayətçi onun yanına gəlir. Şikayətçilərdən biri danışanda Molla Nəsrəddin deyir, sən haqlısan. İkinci danışanda deyir ki, sən də düz deyirsən. Şikayətçilər dözə bilməyib deyirlər, ay Molla Nəsrəddin, biz ikimiz də haqlıyıqsa, bəs içimizdə günahkar kimdir? Molla Nəsrəddin deyir, heç biriniz günahkar deyilsiniz. Günahkar məni bu ölkəyə qazı seçəndədir. Özünüzə yaxşı baxın.